videonu gördüm, təsirləndim. Bir qardaşın bir qardaşa böyük ehtiramı, böyük hörməti, böyük sayğısı bu məhz ondan irəli gəlirdi. Fərqi yoxdur, o qardaş dünyada var ya yoxdur. Əsas odur ki, bir qardaşın digər qardaşa etdiyi bu hərəkət, söylədiyi bu sözlər hörmətdən, sayğıdan irəli gəlir. Və bilirsiniz ki, Azərbaycan Respublikasının əməkdar artisti Cabir İmanov dünyasını dəyişdi. Bir çox insanlar, yəni deyərdim ki, 80-90% insanlar, Azərbaycanlılar onun ölümünə çox heyfsləndi, kövrəldilər, hamı başsağlığı yazdı. Təbii ki, mən də onun fotosunu paylaşdım və fotosunun üstündə heç nə yazmadım. Sadəcə olaraq yazdım ki, ömrü yarımçıq qalan Cabir İmanov. Və gördünüz ki, orada cənazəni götürülən məkanda qardaşı kameralara yaxınlaşdı, kameramanlara yaxınlaşdı və dedi, xahiş edirəm, çəkməyin, heç nəyi çəkməyin. Əgər kameraları götürməsəniz, bağlamısanız, cənazə zaldan çölə çıxmayacaq və cənazə orada qalacaq. Bəli, Əbu Bəkir məscidinə gətirilib orada olubdur. Və jurnalistlərdən yenə də dedik, Tahir İmanov deyib, jurnalistlərə müraciət edib. Yəni ki, halallıq üçün istəməyib. Təbii ki, o onun qardaşıdırsa, qardaşı da təbii ki, qardaşıdır. O istəmirsə, yaxınları istəmirsə, bu çəkiliş ola bilməz. Deyib, dayandırın. Xahiş edirəm, çəkilişi dayandırın. Tahir İmanov deyib jurnalistlərə və kameramanlara. Əgər dayandırmasanız, cənazə, yəni zaldan, hansı ki, görüşmək üçün, vida üçün qoyulduğu yerdən çölə, küçəyə çıxmayacaq və dəfn olunmayacaq. Ondan sonra onun o müraciətindən sonra təbii ki, kameramanlar, müxbirlər və digərləri kənara çəkilib belə zaldan Cabir İmanovun nəşi çıxarılıb və dəfn olacağı qəbirstanlığa aparılıb.